Salam dostlar, hər vaxtınız xeyir olsun. Yanında dayandığım bu 442 nömrəli tank Şuşa işğal edilərkən 1992-ci ildə Şuşaya daxil olan ilk tankdır. Məhz o zaman Qaqiq Afşaryanın komandiri olduğu bu tank Şuşaya daxil olmağa cəhd edərkən Albert Agarunovun komandiri olduğu 533 nömrəli tank həmin tankı vuraraq yandırıb. Düzdür, Qaqiq Afşaryan xilas ola bilib, amma digər ekipaj üzvləri yanaraq həlak olublar. Uzun illərdir ki, bu tank Şuşanın girişində lüləsi şəhərə doğru istiqamətlənmiş formada nümayiş etdirilirdi eksponat olaraq. Bu gün isə Hərbi Qənimətlər Parkını bəzəməkdədir. Və mən də bu videoda istəyirəm ki, Albert Agarunovla yanaşı Azərbaycanın 1-ci Qarabağ müharibəsində iştirak etmiş tankçılarından sizlərə bəhs edim. Yadınızdadırsa, izləyənlər olubsa, keçən videoların birində tankist İnqilab Şirinov haqqında video hazırlaşmışdım, qısa bir video olaraq və orada qeyd etmişdim ki, bəs siz hansı tankçıları tanıyırsınız, hansı ki 1-ci Qarabağ müharibəsində döyüşüblər və izləyicilər də həmin tankçılar haqqında rəylərdə yazmışdı və mən də bugün həmin tankçıları sizlərə və bütün Azərbaycana tanıtmaq istəyirəm. Həmin videoda qeyd etdim ki, dostlar, siz tankçıların adlarını qeyd etmişdiniz və mən də həmin şəxslər haqqında məlumatlar topladım və sizə bildirmək istəyirəm həmin şəxslər haqqında. İlk haqqında danışacağımız şəxs İnqilab Şirinovdur. İnqilab Şirinov 20 sentyabr 1957-ci ildə Beyləqanda doğulub və hərbi xidmətini Almaniyada başa vurub. 1-ci Qarabağ müharibəsində vətənin müdafiəsinə qoşulan könüllülərdən olub və 1991-ci ilin dekabrından 1992-ci ilin yanvarınadək Şuşanın müdafiə olunmasında iştirak edib. Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda Xankəndi, Daşaltı, Cəmilli, Kosalar istiqamətində ermənilərin xeyli sayda canlı qüvvə və zirehli texnikasını məhv edib. May ayında Əjdaha bulağı adlanan ərazidə ağır tank döyüşləri baş verir. Onun döyüş yoldaşları bildirir ki, bu zaman tabora geri çəkilmə əmri verir. 713 nömrəli tankı idarə edən İnqilab geri çəkilmir və şəhərin gələcəyində benzin doldurma məntəqəsinə doğru hərəkət edir. Burada düşmən tanklarını sərrast atəşlə yandırır. Daha sonra 2 erməni BMP-si ilə üz-üzə gəlir. Bunlardan birini vursa da, digəri onu atəşə tutur. Aldığı zərbələrdən tank yanmağa başlayır və başqa bir düşmən tankı da İnqilabın tankını vurur. Və o, may ayının 8-i Şuşanın işğal olunduğu gün Əjdaha bulağı adlanan ərazidə qəhrəmancasına şəhid olur. Bir digər haqqında danışacağımız şəxs isə polkovnik Nazim Bayramovdur. Onun komandiri olduğu tank taboru 1-ci Qarabağ müharibəsində böyük igidliklər göstərmişdir. Onun batalyonu Azərbaycanın milli qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy özünü müdafiə dəstələri ilə birlikdə Şaumyan əməliyyatının davamında ilk dəfə olaraq Talış kəndi və indiki alınan yüksəkliklər ordumuzun nəzarəti altına keçir. Amma təəssüflər olsun ki, daha sonra 1994-cü ildə əldən verildi həmin ərazilər. 1994-cü ilin birinci yarısında şiddətli döyüşlər baş versə də, həmin məntəqələr geri alına bilməmişdi. Qeyd edim ki, Horadiz yaxınlığındakı Lələtəpə yüksəkliyi də 1994-cü ildə azad edilmiş, lakin daha sonra bitirilmişdi. Dostlar, bura biraz gec gəlmişdim bu Qənimətlər Parkına. Bağlanan vaxtına yaxın idi. Ona görə də bağlanırdı, məcburi çıxmalı oldum. Amma qalan şəxslər haqqında istəyirəm elə maşında sizlərə məlumat verəm ki, bu videoda yarımçıq olmasın. Digər haqqında danışacağım şəxs Can Polad Rızayevdir. Ağdamlılar onu yaxşı tanıyır. 26 fevral 1968-ci ildə Ağdam rayonunun Çuxurməhəllə kəndində anadan olub. Can Polad tank komandiri olaraq Xramort, Xanabad, Əskəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 26 fevral 1992-ci il Xocaldan gələn xəbər ona yaman təsir etmişdi. Erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı motatıcı alayı ilə birgə dinc sakinləri vəhşicəsinə öldürürdü. Bu xəbəri alan Can Polad tankına oturaraq Qaraqaya kəndinə üz tutur. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaradır. Hər tərəfdən atəşə məruz qalan Can Polad döyüş meydanında qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Can Polad Rızayev Yaqub oğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Allah rəhmət eləsin. Bir digər haqqında danışacağımız şəxs Əlifzət Vəliyevdir. Əlifzət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabr ayının 15-də Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1992-ci il may ayında milli ordu sıralarına daxil olan Əlifzət ilk gündən özünü təcrübəli tankçı kimi göstərir. 1993-cü il mayın 26-sında Əlifzət 706 saylı hərbi hissənin 3-cü taborunun tağım komandiri təyin edilir. 706 saylı hərbi hissənin kəşfiyyat rotasından Əlifzət Vəliyev haqqında verilən arayışda yazılır. 1992-ci ilin may ayında Laçın işğal olunandan sonra aşağı və yuxarı Cicimli, Səfiyan, aşağı və yuxarı Fərcan, su arası Mazutlu kəndlərinin müdafiəsində
Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı xeyli canlı qüvvəsini və bir BMP-sini məhv etmişdir. 1993-cü ilin avqustunda Qubadlı rayonu ağır günlərini yaşayırdı. Yerli qüvvələrlə birlikdə Əlövsət Vəliyevin tankçıları da gecə-gündüz ara vermədən döyüşlər aparırdı. Hücumların qarşısını almağa çalışırdılar. Erməni qoşun birləşmələrinin irmiqyaslı hücumları isə davam edirdi. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərmişdi. Düşmənin bir neçə texnikasını məhv edən bu igid mərmi bitdikdən sonra öz tankını tərk etmir, tankı erməni quldurlarının üzərinə yönəldir. Son məqamda o, döyüş maşınını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala gətirir. Təəssüflər olsun ki, o gündən sonra Əlövsətin taleyi haqqında heç bir məlumat yoxdur. Dostlar, indi deyəcəyim şəxslər haqqında heç bir məlumat tapa bilmədim. Ona görə də sadəcə adını çəkməklə kifayətlənəcəm. İzləyicilərdən biri yazır: Qazaxın Çaylı kəndindən Saniyev və Namazov və adlarını xatırlamadığını bildirir. İsmailov İlham Komsomoloğlu, Eldəniz İsayev. İzləyici Eldəniz Məmmədov yazır: Mənim qardaşım Tələt Məmmədov Ağdam Şelli Əhmədavarda vuruşub. Şəhid Canpolad adına tankda olub. Sonra tank vurulub, itkin düşüb. 1993-cü il 22 iyul. Akif adlı izləyici yazır: Şuşada Aqorunovdan başqa tankçı İsmailov İsmail də olub. Axır mərmiyə kimi döyüşüb. Tankı da sağ-salamat çıxardıb. Yəqin ki, çoxları onu tanımır. Sonda isə istəyərdim ki, sizin də bildiyiniz 1-ci Qarabağ müharibəsi tankistləri varsa, adlarını rəylər bölməsində qeyd edəsiniz. Onu bütün Azərbaycan tanısın. Gələcək nəsillər bilsin ki, Albert Aqarunovdan başqa tankçılarımız da olub. Və əlavə olaraq da bəyəndinizsə kontenti, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün minnətdaram. Gələn videolarda görüşənədək. Hələlik.